Herkese salam, kanalıma, videoma xoş gəlmisiniz. Bugün sizlərlə yenə təzə bir vloqa başlayırıq. İndi durmuşam, yəni ki, əsas çoxdandan durmuşam. Özümə səhər yeməyi yedik bayaq. Televizora baxıram indi. Dedim özümə bir dənə kofe içsin. Bu Jakobsdur. Elə indi özümə kofe içəcəm və bundan içəcəm. Tripod itirmişəm, ona görə yaxşı çəkə bilərəm. Baxın, belə alındı. Bir stəkan kofe sizdən gəldim burada. Güllərlə şəklini çəkdim. Şəklini qoyarım. Əsasda bu güllərin yanında çox qəşəng görsəndi. İndi gedim evə içim. Dostlar, bir daha salam. Burada bizim padvalımız var. Neçə saatda alan ata buradan bizim açmayacağım da. Padvalda altda qumdur, yəni ki, asfalt deyil, yəni nə deyirlər də, ondan deyil, asfalt deyil. Yəni bir damcı yağış düşən kimi, elə bilmirəm necə bu evin altına da gəlir də yağışlar. Padvala yəni. Yəni ki, qumdur deyə ola bir palçıq zat da, yəni ki, ona görə biz, yəni ana ata orada nə varsa hamısını boşaltdılar və bu yaxınlarda da ora beton tökəcəyik ki, yağışla yağanda püşkünə qalmasın. Bir də tabaya dükkana getmişdi. Bir də belə bizə Bakılı qız aldı. Bir də belə simiçkalar. Mamaya da maqnat alırına. Dostlar, bir də hər kəs salam. İndi hazırlaşmışam. Dünən də rəqsə gedəmədiyim üçün bugün 2 saat gedəcəm. İndi saat 10:36-dır. 11-də orada olmalıyıq. 2 saat çəkəcək məşq. Saat 1-də qutaracaq. İndi mən gedirəm. Sonra indi isə çıxırıq. Rahat olması üçün davaş giyindim. Bu da ananın gülləri. Hər videoda göstəririk. Çox qəşəng. Hı? Sonra artıq rəqsə gəldik. Gördüyünüz kimi burada oynayıram. Burada da baxın bu hərəkət edirəm. Bu mənim ən sevdiyim hərəkətdir. Burada da müəllim mənə öyrədir necə düzgün eləmək lazımdır. Burada bu yer Xilə rəqs qrupudur. Burada bir də qəddə yerləşir Günəş bağçasının içində. Çox gözəl dərs keçirlər. Həftədə 2 dəfə 25 azayındır. Bayaqdan tut yeri, amma indi sizə çəkirəm. Birinci dərsi, yəni saat 11-də başladım, 12-də qutardım tam olaraq. İkinci dərsi isə sadəcə 20 dəqiqəsində falan görə bildim. Çox, yəni yorulmuşdum. Tutlar. Hazır yiyənlərdən sonra. Hayda, gələk şeydəyik, çırpan vuralım. Evet, dedəmin ağacı deyirdim. Amma icazə almışam da bir tane. O yediyinə gəldi. İndi gedirik. Onu deyirəm, birinci dərsi tam qutardım, ikinci dərsə çox pis oldum. 20 dəqiqə sonra çıxdım. Çünki çox ağır gəldi mənə o şey. İndi gedirik evə. Fivəydən doymayan biz indi gəldik bu ağaca dadandıq. Qovmuşuq Allah. Ay, yiyip sarıblar ama bize nasıl sonra? Bizim harda şey var. Yoxdur, gedək. Gel, arka sofrada var öyle. Hə.
Dostlar bir daha bu efekte bakın görün de şirindir. Tilki oldum. O axırıncı göstərdiyim ağacda tapmadıq. Hər şeyi yeyib qurtarmışdılar. Ona görə gedir evə. Mamaya dedim ki, dedi nə pişirək. Dedim mənim də ən sevdiyim yeməklər arasına girəm nə makaron. Amma adı yox da, yəni sarımsaqlı qatıqla. İndi görək sarımsaq da qatıq alaq. Eləməyi düşünürük. Sarımsaqla makaron ən sevdiyim. Böyle gidelim. Aldım. Dostlar qatıq sarımsaq zad aldım. İndi aşağı düşürük evə. Mama pişirəndə sizə çəkərəm. Bu arada ya şortların altına ya postların altına bəzi açıq olan videoların altına hansısa siz yaza bilərsiniz. Zaten köhnə video belə yorum yazsanız mənə bildirim kimi gəlir o. Video fikirlərinizi mənə çox maraqlıdır. Çünki çəkmək istəyəndə sizə maraqlı olan bir şeylər çəkmək istəyirəm. Və yaxud da vloglar, istəyirsinizsə vloglarda nə görmək istəyirsiniz? Challenge deyə bilərsiniz, nə challenge eləyək? O ağlımda var. Belə. Mən qızıl gülünə baxın. Açmaq istəyir, açıb qutarmır düzü. Bu da o biri gülləri. Buradakine bakın hele. Gəldim. Nişanlı da. Ramaşkanı da göstərəcəm. İndi gəl bura, burada göstər. Böylece, все покажи. Hele bunlara bakın. Bu da analıq yararlı. Amma o xeyir irəliləmir, bax. Bunlar irəliləyir. Üstünə gül zıxdır. Gəl onu torpaq eləmə. Bu bari belə saçaq kimi görsən. Onları dəyişəcəm yerinə. Bir tapım. Oşraq. Saçını biraz yığmışam, biraz pis görsən ama baxın yeməğimiz budur. Sarımsaqlı qatıq, makaron. Bu da anamın günləri də süfrəyə qoyub. Daha sonra bir de buna baxın, bura şeydir, özlərinə belə nə deyir, basketbol nə deyirlər o şeyinə də, ona nə deyirlər, səbəti deyirlər, nədir ondan. Elə bir ki, mən ilk rəqsə başlayana 2-3 gün dəhşət ayağım ağrıyırdı. Yəni ayağım da, yəni əgər rəqsə bir dənə maşın keçsin, rəqsə başlamaq istəyənlər deyirəm. Hə, ilk 2-3 dərs adamın ayağı çox ağrıyır. Amma ondan sonra adamın ayağı ağrımır, yəni ki. Dostlar, saat 00:36. Deməli çimdim çıxdım. İndi özümə bir də qardaşıma kofe içəcəm. Hə, indi kofe eləyəcəyim. Mən bomboş halıma fikir verməyim. Bu üstünə soyuq olmasın deyə kürk giyindim. Deməli buna özümə içəcəm. Buna da qardaşıma. Aha. Hə, indi qardaşıma yarım stəkan içəcəm. Özümə ponu. Özümə bir qaşıq atıram. Bir damcı. Kardeşime ise yarım olduğuna göre az vereceğim. Yarım çay kaşığı. Aha. Ben geçmedi misiniz? Aha. Koy işte çay. Çay demleyeyim bir tane. Olur. Şimdi. Ya, bizim kesmeyelim. Aha. Şimdi mama biraz süzdü. Boş süzdü. Önce hazır. Son hazır. Dostlar bakın indi akşamdır. Yani gün orta demək var. Ana sala elə bir dənə. Bu da benim yemeğim.
Hə. Ah, Belə kartoşka pişirib, kolamız var. Burada eminəm mənə özəl quyruq var. Və salat var. Şimdi bunu yeyəcəyik. İndi axşam yeməyini yeyirik, yenə kola, bir də dolma pişirik belə. İndi bunları yeyəcəyik. Dostlar saat 5'dir. 6. Dostlar indi saat 6'da axşam yeməyi yeyirik. Burada gördüyünüz kimi pomidor, yumurta, çörək və belə xiyar var. Yəni bunları yeyəcəyik. Biz indi gedirik dükkana gedəcəyik. Çünki sabah Əsmər bacı ilə ağısı bizə gəlir. Çox sevinirəm. Ona görə gedəcəyik ki, produkt zad alaq. Yəni ki, pirog zad edək. İndi gedirik dükkana. Dostlar saat 10:33'dür. Ay, birazdan şey gələcək, Əsmər bacı gəlib ağısı gələcək. Ondan gəlmədən əvvəl dedim bir neçə dənə şortsa axın dəfə dünən atmışdım deyəsən. Ona görə bunu çıxartdım. Taxacağım bura, yəni ki, burada video çəkəcəm. Dostlar indi birazdan Əsmər bacı gələcək. İndi təzə taksiyə minib də. Biz burada kutab pişiririk, xəngəl pişiririk, yarpaq xəngəli, pirajki pişiririk. Piroqlarımızı da pişirmişik hazırda. Pişirmişik özdə. Əri ilə bir də kakaola. Dostlar, Zəhra heç nə eləməyib, ancaq durub baxıb. Yəni, evi də yığışdırıb, bolacaq. Bayaq dükkana getdim, droji aldım, qatıq aldım, kola aldım. İndi birazdan Alsu gəlir. Gözümüz aydın, Alsu gəlir. Gözümüz aydın, boşuna dönmüş. Sizə göstərəcəm, çox şirindir. Etaşda. Bu pirajkin xəmirdir. Bunu Zəhra eləyib. Hə, Bu malayalansın. Burada da qutabın xəmiri. Qutabın. Aha. Orada da püre. Bunu da əzəcəm indi. Şeyin içinə. Pirajki. Mama burada şeyləri eləyərkən mən də sizə xəngəllərimizi göstərim. Burada da xəngəlimizin toyuğu, soğanı. Bu sprey təzədən soğanı qəşəng karamelizə eləyəcəm. Hə, yəni gələndə. Elə gəlin bunu sizə göstərim. Mama hələ ki bu xəngəldən 2 dənə açıb. Amma dedim yenə açsın çünki azdır ya. Nədir ki bu? Bu belə. Yəni birazdan görüm vaxt olsa təzədən yenə açacaq. Hə. İnanın o kadar sevinirəm ki, Aksu gəldiyinə görə. Çox şirindir həqiqətən. Biraz da özüm çəkim. Xəngəllərlə. İndi baxaq görək. Ona başlayırıq. Burada ana pişirir qutabı. Belə. Mama piroqları yuxarı qoyub. Boyumun çatdığı qədər göstərə. Baxın burada kakaolu var. Burada da əriyəcək şaftalı nədir? Elə bir piroq var. Gördüğünüz gibi. Şimdi fragmanda çekeceğim ve tam da yaxşı düşmür.
O götürən kimi atıyıq siz yanına gəlin. At mənə. At mənə al su. Aferin. Hadi. Hop. At mənə. At. Al su. At mənə. Aysa bu kadar yaxına gəlməmişdim. İlk dəfə ürəkləndim. Bir sənin necə ayağının altına bax, üstünə Hə. gəlsə qaça bilərsən də imkan var. Ha da oradan gəlir onlar qoymağa. Ha. Orada deyil o zaman. Bu kadar bak onu da şey. Bu biz aldığımız yeri geçen kızım. Çoğun içinde yeşiller de olmalıydı. Böyle. Bak ana keçilər hamısını süd yerləri bağlıdır. Onları ilanlara qarşı qoruyurlar. İlan keçiləri vurmur. Onların südünü sağır. Bu ne yiyorsun can ağzında var. Ha? Onu da atarsız YouTube'a koyarım. Sana göre çekelim. Dostlar, elə oturmuşdum, vlogu montaj etdim. Saat tam olaraq 12-dir. Dedim ki, vlogu montaj etdim. 18 dəqiqəlik vlog alındı. Əslində vlog başlanğıcda 30 dəqiqə falan idi. Amma mən artıq yerləri sildim. Qalan 18 dəqiqə oldu. Yəni həmişə belə əslində çox olur. Sadəcə mən kəsirəm, qısa eləyirəm ki, sizə da, yəni sıxıcı olmasın. Gördüm ki, vlogun axırını eləməmişəm. Bugünkü vlogda bu qədər idi. Bəyəndinizsə kanala like atmağı və mütləq kanala abunə olaraq bizə dəstək verməyi unutmayın. Sağ olun.